Eşidibsiz, əminəm eşidibsiz. O bir Yəhudinin İslamı qəbul etmə məsələsi, o ki, Peyğəmbərdən sonra hadisələr var, mən o bəhslərə, mövzulara daxil olmuram. İmam Əli əleyhissalamın əlini, qolunu bağlayıb məscidə beyət üçün o Səqifə əhli 9 nəfər öz arasında xəlifə təyin edib seçəndə ki, İmam Əli əleyhissalamı da çəkirdilər məscidə ki, orada beyət alsınlar. İmam Əli əleyhissalam sakit şəkildə gedəndə bir Yəhudi baxdı, dedi, mən İslamı qəbul edirəm, müsəlman. Dedilər, niyə? Dedi, bu kişini mən görmüşəm, özü Xeybər Yəhudilərindən idi. Mən bunun şahidi olmuşam ki, Xeybər qalasını bu necə öz əlləri ilə götürdüyünü. Yəni, bu cür cəsur, mərd, şücaətli bir şəxsin bu din, İslam, məzhəb yolunda belə sakit qalması, susqun qalması, yəni təəccübündən, heyrətindən. Yəni bir sözlə, əgər elə zor gücünə bu İslam qayda qanunlarını yer kürəsində bərpa etmə məsələsidirsə, bunu İmam Əli əleyhissalamdan gözəl, mütəşəkkil, fundamental şəkildə edə biləcək ikinci bir şəxs ola bilməzdi. Və digər imamları misal çəkmirəm. Deməli, İmam Zaman əleyhissalamın gəlişi ilə onun qurduğu o dövlət, hakimiyyət məhz insanların bütün onların təfəkkürlərində dəyişiklik edərək, o səbəbdən İmam Zaman əleyhissalamın intizarında olmaq, yəni bir cəmiyyətin, bir xalqın, millətin o ruhiyyəsinin, onların düşüncələrinin dəyişməsində islahatların aparılmasından söz gedir. Zor güclə, müəyyən fiziki onlara şiddət göstərməklə deyil. Və hətta mən bir hədisi nəql edeyim, düzdür, hədis uzundur, amma çalışacağım ki, müəyyən hissəsini də vaxt çərçivəsində sizlərlə bölüşüm. Deməli, bir kitab var, Əlaimi Axirüzzəman. Əmir əl-Möminin Əli əleyhissalamın dilindən axirəzzaman əlamətləri. Yəni, İmam Zaman əleyhissalam gəlməzdən öncə hansı hadisələr baş verəcək? Yəni, nə zaman baş verəcəyini yox, amma hansı hadisələrin baş verəcəyi haqqında İmam Əli əleyhissalam buyurur. Deməli, Kəmalüddin Təmamun Ne'mə kitabının 3-cü səhifəsində, Biharul Ənvarın 52-ci cildinin 192-ci səhifəsində və Kifayətül Muvahhidin adlı bir kitab var, 3-cü cildinin 426-cı səhifəsi və bir də Muhaddis Şeyx Qummi rəhmətullahi əleyhin Müntəhəl Amal kitabının 2-ci cildinin 92-ci səhifəsində bu qeyd etdiyim, danışacağım hədis mənbə olaraq bu kitablarda, əsərlərdə keçərlidir. Deməli, Nəzali ibn Sübrə adlı bir ravi, İmam Əli əleyhissalamın yaxın dostlarından, sirdaşlarından, hədis ravilərindən olub. Deyir, bir gün Əmirül-Möminin Əli əleyhissalam bizə xütbə eləyirdi. Xütbə zamanı Allaha həmdü səna etdi, Peyğəmbər və onun ailəsinə salavat və salam yolladı və həmin vaxt 3 dəfə bu sözü təkrarladı. Allaha həmd səna, Peyğəmbərə salavat salam göndərdikdən sonra 3 dəfə bu kəlamı söylədi. Səluni qəblə ən təfqiduni. Həzrət buyurdu ki, mən nə qədər sizin arozdan getməmişəm, nəyin barəsində istəyirsiniz, məndən xəbər alın. Nə haqda istəyirsiniz, bilmədiklərinizi məndən soruşun. Doğrudan belədir. Bəzən nemət insanın əlindəykən biz bunu dəfələrlə deyirik və ölənə qədər də bunu vurğulayırıq, elə özümüzə aiddir. Nemət insanın əlindəykən insan onun qədrini, lazım qədəri bilmir. Amma o itəndən sonra insan dəyər verməyə başlayır. Bəzən deyirlər ki, mövzudan azacıq haşiyə çıxım, zaman hər şeyin əlacıdır. Əlac müalicəsidir də, yəni zamanla görsən əlin üstü yarı olur bir yerin, zamanla o bitişir,
elə yaralar var ki, heç izi qalmır. Amma elə yaralar var, ölənə qədər də, məsələn, görsən birinin üzündə bir çap, alnında bir çap işarəsi, görən, məsələn, başlayır o xatirəni, o hadisə. Bəzi yaralar var, izi itir, qalmır. Amma bəzi həyatda köçən insanlar olur, şəxslər olur. Məsələn, Allah bütün dünyasını dəyişən ata-analarımıza rəhmət eləsin. Allah o atalıq, analıq missiyasını şərəf və ləyaqətlə yerinə yetirən analarımız ki, sağ olanlar var. Allah ömürlərinə bərəkət versin inşallah. Baxın, doğrudan da bu belədir. Amma bəzi görürsən ki, hadisələr insan həyatında baş verir. Zaman keçdikcə onun hicranı insanı boğur, qəhərləndirir. Nəinki onun itməsinə, amma biraz da dərinlənməsinə səbəb olur o iz.